çalışıram, zəhmət çəkirəm. Bəs mən niyə qazanıram? Səhər, sabah siz Şahmat Federasiyasının başqanısınız. İlk eləyəcəyiniz dəyişiklik. Keçən səfər zarafatca yazmışdım ki, sabah bir gün doğulanda Grossmeister olacaqlar. Yəni mən bizim federasiyanın bu arada ən əsas tənqidçilərindən biriyəm, yəni durmadan tənqid edirəm. Amma xaricini görəndə gəlirlər belə spasın boynumuzda otuzdururlar xaricini. Tərsi nədir məsələn xarici ölkədə? Məsələn mən özüm Almaniyada yaşamışam. Nə, niyə? Niyə? Verişin adı niyədir bu arada? Laf yaxşı. Salam. Bu yeni layihədə ilk videomuzda bir dəyərli şahmatçımızı qarşılamaq mənim üçün böyük bir sevinç hissidir deyə bilərik. Bugünkü qonağımız ilk podkastımızın qonağı Vasif bəydir. Xoş gördük, təşəkkürlər dəvətinizə görə. İlk olmaq sevindiricidir. İlk olmaq sevinclidir. İlk olmağın üstünlüyü və çatışmazlığı nədir sizcə? Hara gedəcək bilmirik. Buradan ümidvaram izləyənlər üçün maraqlı olar, görəklər. Siz də yazdınız dedim, maraqlı gəldi, yəni özünüz psixiatrlıqla məşğulum. Psixologiya ilə ümumiyyətlə mən maraqlanıram. Bəzi kitablar oxumuşam, amma yəni çox da dərinə getməmişəm. Siz dəvət eləyəndə dedim, həm dəstək olun, həm də özümə də maraqlıdır bəzi mövzularda nə fikirləşirsiniz. Deyir, ayağını qalın tut, başını sərin, çox düşünmə dərin. Ataların sözü deyir. Odur. Atalarımız çox psixologiyaya çox girməz. Okey, bayaq biz danışanda dedim özünüzü təqdim etsin, Fətandan bir tema getdi, amma özünüz necə istəyirsiniz təqdim edin. Mən yəni əsas Şahmatdan tanıyıram. Şahmat üzrə Grossmeisterəm, yəni Grossmeister Şahmatda ən yüksək addır. Milli komandada iştirak etmişəm, yəni yeniyetmələrdə Avropa dünya çempionluğu və bir çox açıq turnirlərdə qələbələr, Azərbaycan çempionu və s. qazanmışam. Belə həm peşəkar şahmatla məşğulam, həm də belə deyək, həm bloq yazıram, yəni şahmat bloqu əsasən şahmat kütləsində oxunan, həm ingiliscə yazıram, həm Azərbaycanda. Biraz son dövrlərdə yayına başlamışam YouTube-da Azərbaycan dilində. Pis alınmadı. Azərbaycan çempionatına şərh verirdim bu yaxınlarda bitən. İnsanlar maraqla izləyirdi, sevindirdi məni. Maraq var şahmatda. Məncə Azərbaycanda ümumiyyətlə həmişə şahmata maraq olub, ümidvaram davam da edər. Yəni Azərbaycan şahmat ölkəsidir. Şahmatın qədim tarixi var ölkəmizdə. Hələ də davam edir bu adət. Niyə şahmat? Mənim üçün yoxsa? Açıq heç özüm də bilmirəm niyə görə şahmat seçdim. Hər motiv olur da. Bəzən o deyir ki, talih birləşdirdi bizi. Yəni mən fikirləşməmişəm. İndi məsələn ara bir suallar gələndə elə ağlıma gəlir ki, niyə görə şahmat seçdin və s. Yəni cavabım yoxdur bu suala. Mən bir dənə sözüm var. Deyirəm həyat puzzle parçası kimidir. Hadisə bitəndən sonra son puzzle qoyub bilirsən ki, nədir söhbət. Ona görə sorğulayanda bir cavab çıxar yəni belə baxanda. Yəni bəzi məsələlər ümumiyyətlə sorğulanmamaq, yəni həyatın hökmünə buraxmaq, nə olur? Biraz ortada qalmaq daha çox. Niyə yazmağa keçdiniz? Sizin bir kitabınız da var. Niyə aktivliyi buraxıb daha çox yazıya keçdiniz də belə? Hələlik, yəni o ərəfədəyəm də demək olar. Son dövrlərdə klassik şahmata biraz ara. Klassik şahmat çox həm stresli oyundur və əfsuslar olsun ki, ən azından günümüzdə barı azdır. Yəni o qədər zəhmət çəkirsən əvəzində geri vermək. Bir də nə bilim belə qəribə bəzən fikir gəlir. Onu bilmirəm, məndə də bəlkə yazıçılarda belə hiss olur ki, ilham gəlir və onu dərhal demək lazımdır. Sözsar yazı qalırsan. Nə ola bilər, yəni fikirlərimi ifadə etmək məcburiyyəti hiss edirəm. Hətta da deyərdim. Bəzən yazmaq lazım deyil. O zaman tənqidi sevirəm biraz. Tənqidçi də demək olar, yəni yazıcı tənqidçi belə. Yəni şahmat mövzusunda düzdür, bəziləri sırf şahmat biliyini artırmaq mövzusunda, məsələn o yazdığım kitabda təhlillər, dərin şahmat təhlilləri var. Amma ümumiyyətlə digər sahədə də məsələn həm tənqid, həm də gördüyüm bəzi belə deyək, mövzularda öz fikirlərimi bildirməkdən çəkinmirəm. Grossmeisterlik yolunda çətinlikləriniz maraqlıdır mənə. Yəni ümumiyyətlə mən fikir verirəm ki, şahmatçıların digər idman növü gedir də, digər idman növlərinə görə daha çox çətinlik olur. Yəni belə psixiatrik şəkildə açıqlayanda beyin aktiv işlədikdən sonra bir müddət sonra orada depressiya, yəni beynin bütün enerjisi istifadə olunur deyə
Ondan sonra bir depressiya periodu da olur. Yəni yüngül də olsa. Sizin çətinlikləriniz yarışdan sonrakı. Yəni digər idman növləri haqqında, yəni asandır və s. belə demək istəmirəm. Bizim öz idman növümüzün çətinliyi nədən ibarətdir şahmatda? Birinci tək idman növüdür. Yalnızsan, yəni çox vaxt oturursan, belə deyək, otaqda məşğul olursan və şahmatda da bir dənə qəribə bir məsələ var. Bizim tutaq ki, bodybuildingdə bədən quruluşlarını formalaşdırır. Orada gedirlər idman zalından bir həftə məşq edəndən sonra ölçürlər ki, qolunun ölçüsü artdı 1 santimetr. Yəni deyək ki, qaçışda saniyəyə baxsan bilirsən ki, ya irəliləyiş var ya yox. Amma şahmatda məşğul olursan, bilmirsən ki, irəliləyirsən ya yox, ta ki gedirsən turnirə. Və qəribə bir şeydir, məsələn, çox məşğul olmusan, gedirsən yarış uğursuzluqla sonlanır. Deyirsən, harada səhv elədim, bəzən olur ki, səhv eləməmsən. Yəni, şahmatın belə bir problemi var. Üstəlik də şahmatda çox adam nəyi başa düşmür? Başa düşmür ki, əslində bu o qədər də ucuz idman növü deyil. Yəni, Grossmeister olmaq üçün turnirlərə getmək lazımdır, beynəlxalq turnirlər, məşqçi lazımdır. Yəni, bu ikisi elə böyük bir xərcdir. Bir də illər lazımdır. Yəni, düzdür, son dövrlərdə belə deyək, gözlənilməzliklər olur. Məsələn, 12 yaşında Grossmeister olanlar var. Birazdan 10 yaşında, keçən səfər zarafatca yazmışdım ki, sabah bir gün doğulanda Grossmeister olacaqlar. Yəni, bu beynin inkişafı deməkdir. Yəni, baxanda yeni doğulanlar daha aktiv işləməkmi deyək, yoxsa qısa yoldan getməkmi deyək? Məncə texnologiyanın rolu var. Yəni, əvvəllər məsəl üçün deyək ki, dünyanın ən güclü şahmatçısından məlumat almalıydıq. Yəni, belə deyək, lövhədə vəziyyət var, o vəziyyətin dəyərləndirməsini bilmirdik. Vəziyyətə dəyərləndirmə verək. İndi biz hamının cibində telefon var, o vəziyyətə baxsa məndən yaxşı dəyərləndirmə verəcək, yəni kompüter. Bu, istər-istəməz prosesi sürətləndirdi, məlumatlara çatmaq, əvvəl yadıma gəlir, kitab almaq problemi idi, nə bilim. Şahmat məsələləri olurdu kitabda. Onu tapasan, alasan, gəlib Rusiyadan gətirmək və s. İndi istədiyin bir addımlıqdadır, istədiyin məlumatı sata bilərsən. Təbii ki, bunun da öz problemi var ki, artıq nəyin doğru, nəyin yanlış olduğu asan deyil. Yəni, o qədər məlumat var ki, insanlar bəziləri üzür, çıxış yolunu tapa bilmir. Orada məsələn bir mentor, bir məsləhət verən nə ehtiyac var ki, desin, məsələn, bu sahəyə yönələn, bu sahəyə. Orada məşqçinin rolu özünü göstərir. Kifayət qədər məşqçi var Azərbaycanda şahmat üzrə. Azərbaycanda, yəni mən bizim federasiyanın bu arada ən əsas tənqidçilərindən biriyəm, yəni durmadan tənqid edirəm. Bizdə federasiyanın yaratmaz belə deyək, fəaliyyəti uzun illər gətirib ona çıxartdı ki, ölkədəki məşqçilərin əksəriyyəti ölkəni tərk edir. Yəni bizdə beyin axını şahmat mövzusunda da çox yuxarı idi. Məsəl üçün deyək ki, Türkiyədə artıq Azərbaycanlı məşqçilərin sayı, yəni yüzlü məşqçilərdən söhbət gedir, Azərbaycandan çoxdur. Əslində Türkiyədə şahmat Azərbaycandan dərəcə olaraq zəif idi. Zəif idi, indi artıq belə deyək, kəllə-kəlləyə gəlirlər. Məncə bir 5 il olar ya olmaz, artıq məncə türk şahmatı bizdən üstün olacaq. Yəni buna şübhəm yoxdur. Beyin xarici ixrac eləməyə gedirdi o, belə baxanda. Yəni əslində yaxşı bir şeydir bir tərəfdən məncə. Yoxsa baxır hansı bucaqdan buna nəzarət yetirirsə. Məsəl üçün şahmatın inkişafı bucağından getirsək, təbii ki, bizə ziyandır. Yəni istədiyin məşqçini tapa bilmirsən, o məşqçilərin çoxudur. Məsələn, yarışlarda və s. oynayır, oyunçular praktika yığırdı. Yəni burada çox nüanslar var. O baxımdan məncə o qədər də yaxşı deyil. İndi türk qardaş yardım edir, bilmirəm. O baxımdan yaxşı hesab eləyə bilərsən. Şey tərəfdən baxıram. Mən özüm həkiməm məsəl üçün də. Həkimlərin Almaniya yaxud Türkiyə, bizim həkimlər xaricdədir də, yəni. Amma hamı faciə kimi baxır. Uyda, həkimlər getdi, bir daha geri gəlməyəcək falan. Yəni əslində sevinmək lazımdır bir tərəfdən də məncə. Mən sevinmirəm, şəxsən mən sevinirəm Azərbaycandan. Bu, yəni gedən həkim Alman belə cəmiyyətinə fayda verdi. Bizə faydası yalnız bəlkə belə deyək, ailəsinə maliyyə yardımı göndərər, bəlkə bəxtimiz gətirsə geri qayıdar. Qayıdırlar da. Qayıdırlar, qayıtmayanlar da az deyil. Mən yəni bu nisiyə söhbətdir. Mən nağdı xoşlayıram. Yəni Azərbaycanda olsaydılar bilirik ki, kömək eləyəcəkdi. Amma getdilər, artıq gələcəklər, gəlməyəcəklər. O biraz stimul söhbətdir məncə.
Yəni bilirsiniz nəyə oxşuyur? Mən sevgidə o həm hamı deyir, əgər səni sevirsə bir gün geri qayıdacaq. Yəni bu adam O səni bir sevirsə. kinoda var da ya. Məşhur bilirəm ya. Xatırlamıram kinoda. Hollywood kinosundan oradan dəvə ki, quş sevgi bir quş kimi də bura Uçub geri geri qayıtsa deməli həmişə sənin idi, qayıtmırsa heç vaxt sənin olmuyor. Bilirsiniz, mən şeyə fikir vermişəm ki, bəzi insanlar ölkədən çıxanda ölkəni o qədər sərt tənqid edirlər ki də, insafsızlıqdır. Məsələn, mənə bəzi həkimlər, mən bir alman danışır ki, sizin ölkə belə, mən ora gələ bilərəm, orada müharibə var. Birdən mənə baxdım, bunlar hansı ölkədən danışırlar? Yəni ona görə deyirəm ki, yəni vətənini sevən, vətən anlayışı da amma sevgi varsa onsuz da qayıdırsan da geri mənim fikrimdə. Sadəcə ora bir stimul da olmalıdır. Məsələn, sizin tənqid etdiyiniz şahmat federasiyası. Nə stimulları çatmır? Nədir problem sizdə? Məsələn, sizi tutaq ki, biz biraz sürreal danışaq da. Səhər, sabah siz şahmat federasiyasının başqanısınız. İlk edəcəyiniz dəyişiklik. O işi bilməyənlər işdən qovmaq olar. Və yerinə adam tapa biləcəyik. Məncə tapma olar, axtaran tapar. Yəni Azərbaycanda belə deyil. Yoxdursa da bu xaricdə gedib belə deyil, işləyənlər və s. çox adam var. Geri gətirmək olar o problem. Məncə düzgün yerdə ya düzgün adamları qoymayanda iş qurmaq olmur. Yəni çoxdur problem. Yəni hardan başlayasan, hara gedəsən. Yəni mən öz tənqidlərimi deyirəm, bəziləri nəzərə alınır. Yəni nəzərə alınır bilmirəm. Məcburiyyətdən nəzərə alınıb ya tənqidin qarşısını almaq üçün. Yəni bir çox tənqidlər eləmişəm. Bəzilərini belə deyək, mənim tənqidimdən sonra edilib ola bilsin indi yəni təbii ki orada belə deyək ki tam arzuladığım kimi olmur, amma bəzi yeni qaydalar və s. Məsələn, əvvəllər mən tənqid edirdim ki, Azərbaycan çempionu yığma komandaya daxil olmalıdır. Məsələn, onu gətirmişdilər Azərbaycan çempionatına mənim tənqidlərimdən sonra. Mükafat fondunun azlığından şikayətlənmişdim 2024-də və Azərbaycan çempionatına iştirakdan imtina etmişdim. Orada müsahibə məsələ. Düz o mənim sonra özümün başına bir növ bəla oldu. Məni yığma komandadan sırf bu fikirlərimə görə xaric etdi bizim prezident Mahir Məmmədov. Buradan da onu salamlayıram. Yəni burada başladı bir böyük problemlər. Hal-hazırda da biz belə deyək münaqişə qismindəyik, yəni federasiya ilə. Yəni problemlər yaranır, amma mənim açığı çox da Frontda olmağa ehtiyacınız yoxdur. Yəni mən məmnuniyyətlə iş əməkdaşlığın tərəfdarıyam, amma ki Azərbaycanda niyə görsə belə deyək ki özümüzünkilərə dəyər verməmək. Məndə bu his var. Yəni məsələn xarici olur, gəlsin nə bilim filan kəsi gətirmiş, ya bizim federasiyada xoşlayır. Yəni filan məşhur mütəxəssis gəldi, bizlə işlədi, nə bilim nə, soruşmaq lazımdır nə qədər verdiniz ona. Da məsələn məbləğ. Ona o vermiş, bəs tutaq ki elə bilərəm. Həsənə nə qədər verəcəksiniz? Həsən nə edir? Özünüzü gəlsin sadə nə bilim ciddi olmayan məbləğə işləsin. Amma xaricini görəndə gəlirlər belə məsələn boynumuzda otuzdururlar xaricini. Tərsinədir məsələn xarici ölkədə. Məsələn mən özüm Almaniyada yaşamışam da. Orada almanlara daha üstünlük verirlər. Xariciləri yəni deyir ki, sən xaricisən də, burada bir fərq olmalı. Bu bizim məncə mentalitetdən qaynaqlı bir şeydir. Məncə hər şey bir-birinə sıx əlaqəlidir. Bax məsələn adi evdə bizim mentalitet necədir? Yataq otağı pis olsa problemi yoxdur. Qonaq pis olsa, amma qonaq otağı çox möhtəşəm olmalıdır. Burada məncə oradan predmet ikisi də bir-birinə əlaqəlidir deyə düşünürəm. Yəni ola bilər nəsə bağlantı mən də görürəm, amma bizdə sanki yəni xaricini də çıxardıq. Tutaq ki, xarici yoxdur söhbətin içində. Özümüzlə münasibətdə dəyəri az veririk. Mən bu narahat edir. Yəni ki, hər ikimiz bu Azərbaycanda bizim maraqlarımız toqquşur. Yəni toqquşur yox, birləşir. Birləşir və biz birlikdə əməkdaşlıq edib nəyisə yaxşılaşdırmalı və burada hər iki tərəf qazanmalıdır. Bizdə amma niyə görsə bir tərəf görür. Rəqib görür. Məsəl üçün belə deyək, federasiyadan söhbət düşür. Məsələn, cəlb eləmirlər ambisiyalı insanlar ki, məsələn, gələr sabah bir gün mənim ayağımın altını qazlar. Azərbaycanda var axı. Ona görə özləri üçün belə deyək, bir
köpük quraşdırırlar, orada heç kim daxil olmasın. Bir momentdən sonra da baxırsan, mən şəxsən deyirəm, yəni bu Azərbaycan şahmatı niyə gerilir? Mən Azərbaycan şahmatının tənəzzüldə olduğunu Neçə il təqribən? 2021-ci ildən bəri deyirəm, amma burada artıq hamı görür ki, Azərbaycan şahmatı gerilir. Yəni mən 3 il qabaq, 4 il qabaq demişdim bunu. Bunu belə deyək də artıq heç kim buna qarşı fikir bildirmir ki, yox biz geriləmirik. Hamı görür ki, gerilir. Dünya sıralamasında gerilir. Bizim o namizədlər adayda həmişə. Namizədlərdə necə? Namizədlər turnirinə də çıxan yəqin əvvəl kimdir? Əvvəl məsələn belə deyək, Şəhriyarla Teymur favorit idi çıxmağa, artıq onlar deyil. Bu il məsələn keçən il 2007-də bəxtimiz bir növ gətirmişdi. Yəni inanılmaz bir nəticə göstərmişdi. Nicat Abbasov da namizədlərdə iştirak hüququnu qazanmışdı, amma o da favorit deyildi o yarışda. Yəni geriləmə mövcuddur. Geriləmədən çıxış yolunu aydın görən belə deyək, siyasət qurulmur. Sizcə nədir? Məncə, yəni mən bu barədə açıq məqalə yazıram, böyük məqalə. Azərbaycan şahmatının tənəzzülü, tərəqqisi və çıxış yolları uzundur. İkisini bitirmişəm, yəni tərəqqi və tənəzzül hissələrini orada izah eləmişəm ki, girişdir bir də girişəm. O üç hissədə izah eləmişəm nələr baş verib, nələr olub. Çıxış yollarını yazmalıyam, yəni onun üzərində işləyirəm hələ də. Mənə gəlir ki, birinci məsələ elə belə deyək ki, yəni nə demək o? Birinci lazımdır ki, elə insanlar olsun ki, şahmatını sevən insanlar, şahmatı və şahmatçını. Əsas sevgi. Sevgi. Çünki bizim federasiyada idarəçilər var. Mən elə danışır ki, mənim ona borcum var. Məsələn, mən deyir ki, məsələn, bizim federasiyayla niyə əlaqə saxlamırsan? Nə düzü saxlayıram, yəni saxlamırsan, xəbərimiz yoxdur. Mən saxlamalıyam, sən məndən saxla. Məsələn, mən 2014-cü ildən 19-cu ilə qədər Birləşmiş Ştatlarda təhsil almışdım 5 il müddətində. Məsələn, 5 il müddətində bəlkə əlaqə saxlayasan nə baş verir, nədir planlar və s. Məsələn, heç kim əlaqə saxlamır. Məsələn, gəlirdim Azərbaycanda 2019-da dedim ki, peşəkar fəaliyyətimi davam etdirmək istəyirəm. Nə cürə dəstək olar? Yox, bizdə dəstək yoxdur. Mənə o vaxt demişdilər ki, bəs biz ancaq milli komandanın oyunçularına dəstək veririk. Mənə o da dedim. Mən də dedim, lap yaxşı, çox gözəl. Milli komandanın oyunçusu. Yox, o öz yerində. Onu dedim və oldum, ona gələcəm. Amma mənə qayıdır ki, biz ancaq milli komandadayız. Mən də milli komandanın oyunçularına hörmətim böyükdür, təbii ki. Amma məndən o qədər də güclü oyunçular deyil. Ən azı belə deyək ki, mənim yaxın olduqlarım. Yəni rəqabətə girə bilərəm. Amma məndən üstündürlər təbii ki. O anda, yəni 2019-cu ildən başlayıb. Mən dedim ki, məntiqlidir, razıyam. Amma birinə kömək edib, digərinə kömək eləməyən də burada rəqabət yaranmağı çətin məsələdir. Xüsusən də nəzərə alanda ki, həmin şahmatçılar məndən üstündür. Burada nəsə bir çıxış yolu axtaraq, nə bilim, onlara verdiyiniz qədər verməyin, amma ki, yardım olsun və s. Belə danışıqlara cəhd etdim, deyək. Mənə qəti şəkildə imtina gəldi, belədir bizdə vəziyyət. Yəni, belədir ki, Faiq Həsənov mənə demişdi, federasiyamızın vitse-prezidenti ki, biz ancaq yığma komandaya kömək edirik. Mən də dedim, olsun, yəni. Olsun, mən də belə deyək ki, bəxtdən biraz özümdə maliyyə var idi. Elə özümə belə deyək, dəstək göstərdim, həm də çalışdıq. Gəldim, belə deyək, Azərbaycan çempion oldum, Dünya Kubokunda ilk 16-lığa getdim, çatdım. Reytingdə qalxdı və milli komandaya da daxil oldum. Hərçənd 2019-da da məni yığma komandada dəvət eləmədilər. Sıra məndə ola harda. Orada 2021-də artıq yenə dəvət eləmədilər. Onda artıq mən belə deyək, açıq tənqidə bizim vitse-prezident Faiq Həsənovu qərəzli olmaqda ittiham elədim. Ki, mənə qarşı belə deyək ki, münasibətlər, yəni sistem qurulmalıdır. Kim düşmür bunun, bəs belə deyək də, federasiyamızın rəhbərlərin keyfinə uyğun olmamalıdır. Yəni, mən belə istəyirəm bu dəfə. Nədir bu? Qaydalar açıq aydın olmalıdır. Xüsusən Azərbaycan kimi yerdə, məsəl üçün deyək də, əvvəllər Azərbaycanın ən uğurlu layihələrindən biri nədir? Tələbə qəbulunun imtahanıdır. Yəni, əvvəllər universitetə tanışdıqla... Başqalar da var, asan xidmət. Yəni, bilirəm deyil, asan xidmət məsələ. Mən ən gözdə olan, ən uzun müddət işlənirəm. Və insan biliyi varsa daxil olur, rəqəmlər görsənir. Yəni, sən bilirsən ki, bu rəqəm var, bu. İndi şahmatda biraz qəlizlik var. Nisbi yox, reyting anlayışı var bizdə. Reyting gücün göstəricisidir.
Amma orada bir dənə reytinqin problemi var. Problem nədir? Reytinq oynamayanda, məsələn, tenisdə var. Bəzi adamlar tələb edir ki, bizdə də olsun. Şahmat oynamırsansa sənin reytinqin geriləməlidir. Tenisdə gerilir. Amma şahmatda geriləmir. Burada nə yaranır? Məsələn, kimsə səndən üstündürsə, o ola bilsin ki, səndən artıq üstün deyil. Amma ki, reytinqi də geriləməyib yerində qalır. Aktuallaşmalıdır. Məsələn, bizdə bir problem var idi. Bəzi şahmatçılarımız, yəni yenə deyirəm, hörmətim var, amma ədalətli hesab eləmirəm ki, yarışlarda iştirakdan yayınırlar. Reyting düşməsin deyə. Yəni bilmirəm indi arxasında nədir? Yəni spekulyasiya getmək istəmirəm, amma ki, görüntü etibarilə mən oynayıram, digərlər də oynamalıdır və s. da belə düzdür, o vaxtda pandemiya düşdü, biraz orada dövrdə çətinliklər var idi. Amma bu məsələlər var. Mənim təklifim, mən federasiyamıza təklif də göndərdim. Bu arada yeni nəhayət mənim tənqidlərimdən və sonra yeni bir qaydalar çıxardıblar ki, artıq qaydalar var, amma qaydaları da elə yazıblar ki, yəni onu oxuyanda başa düşmək olmur ki, yox da yozmağa yer qoyublar. Manipulyasiya. Məsələn, mən oxuyaram onu bir cürə görürəm. Bütün qaydalar elədir əslində. Yox, əslində yəni obşu dünyada qaydalar elədir məncə. Yəni məsəl üçün mən Almaniyada vergi manipulyasiyasını çox görürəm. İndi məsələn o vergi manipulyasiyasından söhbət düşmüşəm. Orada da dövlətin də olanların maraqları var da. Lobbiçilər, başqa lobbidən, yəni onları istəyirlər ki, qaydaları elə qursunlar ki, sonra oradakı kasıblar ödəsin, varlılar yayınsın da belə. Yəni Azərbaycanda indi bu federasiyamız qaydalar qurursa, bunu birincisi mən bilmirəm kimlərlə məsləhətləşib. Mən inanmıram ki, peşəkar şahmatçılarla ciddi məsləhətlər olub. Yəni yazılmaqdan görünür, orada yazılır, məsələn, mənim xoşuma gəlməyən də bir şey. Deyir, reytinq var, amma reytinq əsas amil deyil. O yaxşı cəhətini deyim mən birinci, sonra deməsinlər ki, ancaq vasitə tənqid edir. Bir dənə yaxşı cəhəti o ki, orada oyun sayını artırıblar. Artıq oynamayıb komandaya daxil olmaq olur. İl ərzində 27-dir səhv eləmirəmsə klassik oyun. Bu yaxşı qaydadır. Yerində olmalı. Amma orada bir başqa qayda qoyublar ki, federasiya və kapitan qərar qəbul edə bilər kimi seçmək. Yəni belə bir bu nə deməkdir? Federasiya ümumiyyətlə qərar verməməlidir oyunçular barədə. Nə mənadır? Çünki siz şahmat peşəkarı deyilsiniz. Sizin şahmatdan anlayışınız, demirəm, yəni şahmatda uzun müddətli vaxt keçirlər. Anlayışı şahmatı bir heyət olur. Heyəti qərar verən peşəkar şahmatdan biliyi olan kapitan olmalıdır. Kapitan qərar verə bilər məsələn. O da yəni Azərbaycanda da bir dənə siz kapitanı seçəcəklər, elə adamı seçəcəklər ki, onlar deyən olsun. Yəni Azərbaycan reallığını əks etdirən bir qaydalar olmalıdır. Mənim gözümdə də qaydalar buydu. Reytinq olmalıdır. Reytinq olmalıdır. Oyun sayı olmalıdır. Vəssalam. Bu ikisi. Bəsitləşdirmək lazımdır. Bəlkə belə deyək, 4 yer belə seçilməlidir, ya 3 yer belə seçilməlidir. Bir yer Azərbaycan çempion olmalıdır. Yaxşı, bir yerdə deyək ki, kapitan qərar versin. Ki, məsəl üçün deyək, gəncə yol verə bilərlər, potensiallı, o bizi subyektiv anlayışdır. Ona bir kapitan qərar versin. Amma yox, bizim federasiya elə yazıb ki, orada da yazıb, hələ yazmağın da əlavə, orada bir dənə də qayda qoyublar, hansı ki, sırf mənə görə yazılıb. Yəni, elə düşünürsünüz. Yox, elə düşünmürəm, elədir. Yəni bilirəm. Yəni bu dəqiq məlumatdır. Hansı qaydadır maraq? Qayda odur ki, Azərbaycan Şahmat Federasiyasını, onun üzvlərini və s. məhkəməyə verən şəxs milli komandaya daxil ola bilməz. Azərbaycan Şahmatında da Azərbaycan Şahmat Federasiyasını yeganə məhkəməyə verən şəxs mənəm. Yəni bu da olub 2024-də, 24-ün axırında belə qayda çıxardılar. Qaydanın da məqsədi sırf məni hədəf almaqdır. Bu da onlara da bildirmişəm təbii ki, bu insan hüquqları, yəni məhkəmə hüququna birbaşa təcavüzdür. Yəni mən nədənsə narazıyamsa, mən məhkəməyə niyə görə gedə bilməyim? Gedə bilirəmsə, mənim niyə görə imtiyazlar var? Orada bir şey olardı, yəni birinci özlərinə müraciət edib, nəticəsi olmayıb məhkəməyə getmək var. Yəni onu düzgün qoyurlar. İndi özlərinə müraciət edirsən, cavab vermirlər. Mən məsələn, məni komandadan xaric edəndə yazdım ki, mənim komandadan xaric etmə səbəbləriniz nədir? Cavab verilməyib. Qərarı kim verib, cavab verilməyib. Yəni şeydən söhbət edir, yazılı, çünki sözdə danışırıq, məsələn, prezidentlə də danışırıq. Yəni mənə lazımdır yazılı cavablar, yazılı cavabdan yayınırlar.
Cavab verməkdən ümumiyyətlə imtina Vasif edirəm. bəy, Amerikaya köçmə səbəbiniz Şahmat Federasiyasıdır. Ya mən çox problemi görsəndir. Ya mən Azərbaycandan köçmə səbəbim federasiya deyil. Mən mübarizədən yayınmağı sevmirəm, yəni. Sonra mən Azərbaycanda, yəni o yaşadığım bir müddətdən elə başlamışam tənqidə və hələ də Azərbaycan şahmatının inkişafına öz töhfəmi vermək istəyirəm. İstər tənqiddən, istər oyundan, istər Bir akademiya açmaq fikriniz var. məktəbi bilmirəm, yəni o barədə hələ tam əmin deyiləm, amma yəni Birləşmiş Ştatlarda şəxsi səbəblərdən yaşayıram, amma gecə tezi var, mən fikirləşirəm Azərbaycana qayıdacağam. Vaxt ümid edirəm ki, bu federasiya düzələr, bəlkə daha tez qayıtdır. Yəni onların işindən bəlkə qayıtmamaq da olar. Bir dənə suala keçək. Əslində qlobal problemdir, amma Azərbaycanda məncə daha çox bu var. Yəni niyə şahmatçılara sponsor duran müəssisələr, özəl müəssisələr, yəni burada niyə maraq yoxdur sizcə? Bəs qəliz sualdır. Yəni burada məncə çoxlu səbəblər olur. Birincisi yəqin ki, bu federasiyanın iş bacarığının belə zəifliyindən qaynaqlanır da bilər. Yəni belə bu necə olmalıdır sponsor? Yəni gedib Digital reklam. Reklam öz yerində, yəni belə deyək, fəaliyyətlərini düzgün qurmaqdan əlavə, yəni sponsorlara yaxınlaşıb onları cəlb eləmək, belə deyək, oyunçuların belə deyək, fəaliyyəti məşhurlaşdırmaq və s. Yəni sponsor öz-özünə adətən gəlmir. Yəni ona adətən yaxınlaşırlar və s. izah edirlər ki, bu belədir, bizdə bu qədər izləyici və qurmaq lazımdır, sistemi qurmaq lazımdır. O sistemdə zəiflik var. Bu federasiyanın problemi, yəni federasiya hər şeydə izləyici deyəcək, atıb basıb federasiyanın üstünə. Yəni federasiyanı qoyaraq biraz da oyunçularda var. Mən məsəl üçün nəyə diqqət yetirmişəm? Bizim şahmatçılar. Azərbaycan çempionatı gedirdi. İndi nə qədər də federasiyanı tənqid eləsən də son dövrlərdə gördükləri biraz bizə o yarış haqqında da tənqidlərim var. Yəni daha yaxşı eləyə bilərlər, amma ən azından Azərbaycan çempionatında nəhayət bütün ən güclü şahmatçıların iştirakı ilə keçirdilər. Pis olmadı məncə, yetəri qədər maraqlı turnir idi. Məsələn, o yarışda 26 şahmatçı iştirak edir. Nə qədəri onlar yarışdan qabaq, yarışın belə deyək, popularlaşdırmaq üçün çalışıblar. Sosial mediada, yəni ki, hazırlaşıram, nə bir yarış, gəlin, baxın, bəlkə belə deyək ki, oyunlar haqqında şərh vermək, nəsə iş, düzdür, şahmatçılar da başa düşürəm, çoxu çalışır oyuna konsentrasiya olsun, o öz yerində, amma belə deyək ki, digər, başa düşürəm, oyuna köklənmək lazımdır, digər tərəfdən də bizə lazımdır publikanın gözünü öz üzərimizə çəkmək. Bunu isə etmək onların üzərində olmalıdır bir qədər də. Belə başa düşdüm ki, şahmatçıların SMM-i yaxşı deyil. Necə? SMM, sosial media marketinq. Sosial media marketinq, yəni bu tək Azərbaycan şahmatının deyil, ümumiyyətlə dünya şahmatında belə bir problem var. Azərbaycan şahmatçılarında da o var. Yəqin ki, bu ikisi birləşir, federasiyanın yaratmaz, belə deyək, marketinq siyasəti və oyunçularımızın da, mən məsələn şəxsən daha ən aktiv, belə deyək, sosial mediada ən azından oyunlarıma şərh verirəm, fikirlərimi arada bölüşürəm o baxımdan. Amma digər şahmatçılar da ümidvaram bunu biraz diqqətə alarlar. Bizə lazımdır ki, nəyisə təqdim etmək. Qlobala çıxmaq, yəni Azərbaycan cəmiyyəti də bilsin ki, məsələn, kim kimdir və s. Bəlkə o da problemi həll edə bilər bu dediyiniz tənəffüs. O yardım eləyə bilər, o 100%. Uşaqların maraq artması, yəni. Maraq artması öz yerində, bəlkə sponsorların da cəlbinə yardım edər. Bir də yəni Azərbaycan şahmatında bir-iki dəfə belə hallar olub ki, bizim federasiya, mən keçmişdən danışıram, yəni son dövrləri bilmirəm, amma dəqiq bildiyim məsələn oyunçu sponsor tapıb, amma federasiya o sponsordan istifadəsindən maneə törətmək. Yəni yəqin ki, bu ən məşhuru buydu ki, mən oxudum deyirəm. Yəni Günay Məmmədzadə vardı, Azərbaycan qadın şahmatının lideridir. Uzun müddət artıq. O bir dəfə problem çıxmışdı və müsahibə vermişdi ki, bəs sponsor tapmışıq, özünə tapmışdı. Amma federasiya məsələn sponsor tapanda bizdə niyə görsə federasiyadan yazılı nəsə istəyirlər. Fərqli bir şey deyil, federasiya. Bilirəm niyə görsə bəziləri istəyir ki, federasiya bir təqdimat yazsın. Yəni bilmirəm nəsə orada bəs əslində Şəhriyar Məmmədyarovun da barədə statusu var idi səfərdə. Şəhriyar Məmmədiyarov da fərqlidir. Nəsə istəyirsiniz bu burada saxlayaq. Yəni belə də bizdə
3 dənə belə deyək, 3 məsələ var. Hı -hı. Ya federasiya maraqlı deyil, ya bacarmır sponsorları cəlb eləməyi. Hı -hı. İki oyunçularımız o qədər aktiv deyil ki, belə deyək, cəlb edicilik olsun. Üçüncüsü də deyəsən arada yəni maneə də törətmiş ola bilər federasiya. Mən təkcə sponsorlarda problem olduğunu düşünürdüm. Demək ki, başqa tərəfdə var. Yəni də mən indi Görünmür. çalışıram ki, belə deyək, mümkün olduğu qədər obyektiv baxmaq, düzdür. İndi nə qədər də obyektivliyə çalışsam da mən bu işin içində mənim də maraqlarım vardı, yəni belə deyək. Siz elə bir digər tərəfini göstərdiniz mənə. Mən əslində fikirləşirdim ki, sponsorların buna marağı yoxdur. Əslində digər tərəfi də var. Yəni məncə digər tərəfi də var. Sponsorlar ola bilsin ki, heç xəbərdar deyirlər. Bilmirəm, yəni bizim federasiyamız biraz qara qutu kimidir. Bilmirəm içində nə baş verir. Yəni görünüş xaricdən görünüş nə qədərdir. Məsələn indi yarış Azərbaycan çempionatında düz orada sponsor adları gedir, amma bilmiyorum məsələn nə qədər də belədir və s. Orada yəni məsələlər Bəs niyə dünyada belə baxanda ümumilikdə niyə dünyada şahmatçılar digər idman növlərinə görə nisbətdə az qazanır? Yəni bəsit misal futbol nisbətində. Futbol biraz rəqabət. Biz yəni futbol deməyimiz ədalətli olmazdı. Çünki futbolla maraq belə deyək, izləyici kütləsi və s. Tenis dəfələrlə çoxdur. Tenisdə də məncə bilmirəm, tenis saylara baxmaq lazımdır, amma aydındır ki, bəzi idman növlərinin izləyici kütləsi həddindən artıq çoxdur. Amma mən nəyi başa düşmürəm? Deyək, futbolu başa düşürəm ki, çox populyardır, düzdürmü? Futbola baxır, tutaq ki, deyə 100 milyon adam. Şahmata da 1 milyon adam baxsın. Amma rəqəm fərqi milyardlar 100 dəfədən çoxdur. Yəni minlərlə deyək ki, fərq yaranır. Demək burada başqa şey var. Burada biraz qəribəlik və bu da indi Azərbaycan Şahmat Federasiyasından qutardım. Keçən il Dünya Şahmat Federasiyasına. Onların belə deyək, uzun illər uzun illər bizim Dünya Federasiyasının prezidenti Kirsan İlmijinov idi. O bizə belə deyək ki, Rusiyanın belə deyək, Rusların hesabına şahmat dövr eləyirdi. Buna da belə deyək ki, şahmatı daha da belə deyək, necə deyim, digərlərinin qarşısına, yəni normal sponsorların qarşısına çıxartmaq kimi bir hədəfi yox idi bu insanın. Və uzun müddət siyasət pis getdi, biz də qaldıq belə də inkişaf olmadı. Sonra gəldi indiki də Rus prezidenti, amma daha belə deyək ki, nisbətən daha yaxşıdır. Hərçənd onun da yəni son dövrlərdə bu müharibə Ukrayna ilə, Kremllə əlaqələri, Kremldə səhv eləmirəmsə baş nazirin köməkçisi olub Arkadiy Dvorkovichdir, adı, yəni məşhur siyasətçi olub. Məsələn, onun da Kremllə əlaqələrin olmağı bəzi sponsorları yayındırır və s. belə. Xırda, amma yəni nisbətən daha yaxşı iş görür. Məsələn, ən azından Dünya Şahmat Çempionatının bu ilki sponsorlarından biri Google idi. Məsələn, Google-u cəlb eləyə bildilər. Yəni get-gedə nəsə irəliləyiş var, amma bu şoya çevirə bilərmi? Şou? Yəni şahmata dünyada maraq həddindən artıq artır. Mən əslində keçmiş şahmatı daha çox bəyənirəm. Bilmirəm, bəlkə mən retro mahnı, yəni bəlkə mən keçmişi daha çox sevirəmmi deyədir, amma o keçmişdə olan şahmatçılar məncə daha çox əziyyət çəkib deyə belə. Yəni müasir dövrdə siz yazmayın, şu Cem Yılmazın bir dənə şey var idi. Artistdir zülm çəkməli, əziyyət çəkməli. Şahmatçı keçmişdə əziyyət çəkir. Biraz belə mənim baxışımdır. Mən çox şahmat oynamamışam, yəni şahmatda oynadım. Amma sanki yarışlar artıq biraz şablona keçir kimidir. Əvvəlki kimi hazırlıq deyil də. Məsəl üçün şahmatın içində yaşama məncə azdır. Elə düşünürəm. Mənim fikrimdir, təbii ki, bu doğru olmaya bilər. Məsələn, keçmişdə şahmata hazırlıq çətin olduğuna görə şahmatın özündə də biraz keçmiş mən də ara bir fikirləşirəm, kaş nə bilim 70-ci illərdə, 80-ci illərdə şahmat onun ləzzəti başqa idi, nə məndə. Orada nə otururdu 2-3 dənə şahmatçı başlayırdı təhlil eləməyə günlərlə. Bir dənə fikir tapırdılar. Məsələn, fikri gəlib oyunda icra eləyir. Məsələn, rəqib deyir ki, bu fikrə qarşı fikir tapacam belə. Onun dadı mənə ayrı. Dadı ləzzət. İndi məsələn kompüter o qədər inkişaf edib ki, mən məsələn kimsə gəlsə mənə qarşı oynasa girişləri. Mən bilirəm ki, mən o kompüterdən güclü fikir yarada bilməyəcəm. Və orada belə deyək ki, o əvvəlki rəqibi səhv çıxartmaq arzusu, xəyalı yoxdur. Siz nəyə oxşayır? Bax mən misal deyim. Elə bil ağacdan alma dərirdilər əvvəl. İndi marketdən alırlar almadı.
Alman dədi başqaydı, amma indi bizdəki lap pis idi. İndi alman dərmək də olmur artıq. Bizdə dərməyi yox eləyiblər. Ümumiyyətlə dərmə Mən imkanı yox. ondan qorxuram. Əslində sponsorun gəlməyini, yəni şahmatçıların qazanmağını istəyərəm. Amma şahmat mənim üçün biraz psixiatriya yaxın bir, yəni ikisi də bir idman növü kimi gedirsə, yəni yaxınlığı var deyə şahmatın o sehri var, belə marağı, onun getdikcə itdiyini düşünürəm. Mən şahmatda bir dənə sponsorluq şortlar kimi. Şortlar bezdirib öz yerində. Bezdirib nə mənada? Mən uzun müddət bunu belə deyək ki, özümü onlardan uzaq tutmağa çalışdım bu şortlardan, izolyasiyada bir növ. O da yoldaşım durmadan mənə göndərdi. Axırda bir dəfə baxdım, dayandım, iki dəfə baxdım, sonra bir də gördüm mən də başlamışam sürüşdürməyə. Bağımlılıqdır. Yəni. Bağımlılıq yaratdı. Bir an bizi nə baş verdi? Nəsə YouTube-da bir video açıram. Tutaq ki 15-20 dəqiqəlik. Görürəm ki, baxmağa səbir yox. Səbir yoxdur, sürətləndirirəm, nə bilim 1.7 ilə baxıram, 2 ilə baxıram da sürətdə 2x. Sonra dedim olmaz belə. Ya baxırsan, necə deyirlər, adam kimi bax, ya da baxma. Ondan sonra artıq dayandırdım bunu. İndi çalışıram mümkün olduğu qədər az baxım qısa videolara və uzun videolara da əslində özünüz bir növ analiz eləmisiniz. Yəni mən psixoloji olaraq analiz elədiyimi. Çünki şortlar insanları səbirsizləşdirir getdikcə. Yəni məsələn əvvəl uzun videolara hamı baxardı, yaxud dinləyərdi. Yaxud bəsit də məsəl üçün əvvəl kitabı hamı oxuyardı. Amma indi əlimizdə olan bu şey manipulyasiya, çak. Yəni artıq sən o qədər qısa şeyə alışırsan ki, uzun şeyi dinləməyə səbrin olmur. Analiz edə bilmirsən, sorğulaya bilmirsən. Ona görə mən keçmişə qayıdıb şahmatın o tal falan, yəni onların həzzi ayrı idi. Onlar da mənə də bağışlayın, o yarış uydurdular, bir samavar verirdilər tutduqlarına görə. İndi o dövrdə sayaqlı samavarın indi qiyməti başqa. İndi o samavar söhbətinə düşmür. İndiki dövrdə mənə elə gəlir ki, hətta mən sizə deyim, yəni mükafat fondu qat-qat artıb. Yəni o dövrlə müqayisədə şahmatda pul var və şahmatda əslində maraq da artır. Sadəcə bunu tamamilə keçirtməkdə biraz uğurlu fəaliyyət göstərmirlər və s. belə, yəni problem. Məncə bilik şahmat zərər verir. Mənim fikrim. Çox maraqlıdır ki, onu çox adam fikirləşirdi, amma tam əksi bilik şahmatı gücləndirir. Yəni klassik şahmatdan söhbət gedirsə, müsbət təsir edir. Niyə? Yəni niyyəsini onu bilmirəm, amma ki bu artıq praktik. Mənəvi cəhətdən yoxsa maddi cəhətdən müsbət? Yox, hər baxımdan. Maddi, mənəvi, maddi və şahmat gücü baxımından yaxşı təsir edir. Çünki o qədər insan onlayn oynaya güclənib ki, artıq bilirsən ki, bu bir var nəzəriyyə, biri də var praktika. Praktikada artıq biz görürük ki, belədir. Yəni niyyəsini o mənim işim deyil, onu belə araşdırmaçılar və s. axtarmalıdır. Amma mən gördüyüm məsələn kimdənsə məndən məsləhət alanda məsləhət görürəm ki, blitz oynasın. Şahmat sizcə real həyatdır yoxsa sürreal həyat? Yəqin ki, sürreal, çünki bizdə şahmatda məntiq həddindən artıq yüksəkdir. Həyat da məntiqsizliklərlə doludur, ona görə mən sürreal deyərdim. Yəni şahmat oynamaq, yəni şahmatçı olmaq müsbət və mənfi tərəfləri, yəni gənc şahmatçılar da yəqin ki, baxacaq ona görə. Sizdə yəni nə çətinliklər yaxud nəyi rahat eləməyinizə kömək oldu şahmatçılıq, şahmatı öyrənmək falan. Yəni istənilən sahə kimi mənə gəlir ki, yəni hər sahənin öz gözəlliyi var. Yəni şahmatın da bizdə kompozisiya sahəsi var məsələn. Bəzi oyunlara baxırsan belə, yəni onun sənət kimi. Qıraqdan baxan anlamayacaq, amma şahmatçıların gözləri açıq qalır ki, nə baş verir, nədir belə. Yəni zövqlər var. Yəni gözəl bir oyundur bu şübhəsiz. Yəni gözəl olmasaydı əsrlərin sınağından keçib bu günə gəlməzdi. Yəni bu gün də məsələn oyunlar çıxır, İnsanlar oynayır məsələn, amma yenə də şahmat populyarlığı artır. Budur. Çətinliyi odur ki, burada yəni çətinlik yalnız işləməkdir. Yəni tək işləməlisən və əziyyətin bəhrəsini bayaqlarda dedim, görüb görməyəcəyin bəlli deyil. Bu özü böyük çətinlikdir. Məncə həm də overthinker, yəni çox yəni addım atmaq çətin olur bəzi şahmatçılara. Sürreal həyata oxşayır deyə real həyatda çətinlik çəkir məncə bəzi. Yəni şahmatçıların mən deyərdim ki, əfsuslar olsun. Mən yəni özüm çalışmışam ki, şahmatla dəli kimi məşğul olmayım. Yəni özümə belə deyək, bəlkə də bəziləri deyir, niyə görə olmadın? Məndə 2635 olub maksimum. Niyə görə 700-ə çatmadın? 700 bizdə biraz super Grossmeister deyənlər də var, amma baxır da dəyişir o super Grossmeister. 14 yaşınızda Grossmeister oldu.
Yox, mən 18 yaşındayım. 18. Niyə çatmadı? Məsələn, belə suallarla arabir gəlir. Mən məsələn özümə məqsəd qoydum ki, gündə 6-8 saatdan sonra, yəni iş saatından sonra şahmatdan məşğul olmayacağam. Çünki bilirəm ki, şahmatda məşğul olub dəli olanlar, sözün həqiqi mənasında dəli olan insanlar olub Dəli tarixdə. dahi. Dəli dahilər, belə mən arada bir şahmatda görürəm, yəni deyirəm, məcburdum oynamaq. Yəni bu Amma sevgidir də, yəni onun da o seçimi. sevgi mən açığı məni biraz qıcıqlandırır. Mən otururam şahmat lövhəsində, yəni klassik şahmatda söhbət gedir. Mən istəyirəm orada səssizlik olsun belə. Sakit, sən və düşüncələrin. Aha. Bir də görsən orada biri də deyirəm, yəni məsəl üçün son dövrlərdə ən məşhur Ivanchuk oldu, dünya çempionatında oynadı, dünya bilirsə. 50 yaşı var kişinin, psixoloji problemləri də öz yerində. Yəni məşhur Belə eləyir falan. ya o öz yerində ayaq tərpətmək o başqa. Diqqət pozulması. 50-60 yaş var, şahmatın əfsanəsidir, o öz yerində. Ona heç nə demirəm. Oyun uduzub ağlayır, hönkür-hönkür. Səsi oralara aparıb. Emosiyanı idarə edə bilmir. Yəni başa düşürəm, mən də yəni anlayışla qarşılayıram. Yəni olur ki, mən də uduzmuşam, məsəl üçün istəyirəm dağıdım, töküm. Maksimalist idin. Yəni bu egoizmin əslində, yəni mən egoistlik də görürəm. Sən başqalarını düşünmürsən. Sən özün öz dünyandasan, ancaq özünün maraqlıdır. Amma idman növündə də başqasını düşünsən. Ya o öz yerində, o öz yerində, amma ki mən də gəlmişəm ora şahmat oynayım, zövq alım. Sən niyə ağlayırsan? Sən niyə ağlayırsan? Biri oradan məsələn başlayır, o ayağını sirkəlir, lövhə sirkələnir, deyirsən işə düşdü, nə bilim. Hər fiqurunu dağıdan var. Dağıdan bir öskürən var, askıran var, nə bilim. Nəysə. Arda gətirəcək. Gənc şahmatçılara tövsiyələriniz. Gənc şahmatçılara tövsiyəm odur ki, sevirlərsə davam eləsinlər. Yəni Çox sevməsinlər onda biləcək. çox, yəni hər şey o nizami də birinci saflıq olsa da suda. Görsən nizamiyə qayıt. Bəli. Yəni Çox içməyin. Su da yaxşıdır, amma çox içəndə o da dərd verir. boya danışdıq önəmli şeylər. Məncə. Hə. Gələcəklə bağlı planlarınız. Gələcək, yaxın gələcək. O özü. Gələcək biraz açığı, bəzi fikirlərim var. Uzun müddət şahmat biz çox vaxtdan əlavə enerji alır. Məsələn 6-8 saat məşğul olandan sonra gedib deyək ki, 2 saatda elmlə məşğul olmaq olmur da. Elm dediyim yəni məsələn layihə var, fikir var, onu icra eləmək o qədər də asan deyil. Multitasking çətindir şahmatla deyək. Yəni günün şahmatla keçməlidir. Şahmat oynadın tutaq ki 6 saat. Biraz idman elədin də fiziki idmandan söhbət gedir. Sonra yəni biraz dincəldin, yenə başladın. Yəni o arada boşluq olmurdu məndə və bəzi layihələr var, həm biznes layihələri var ağlımda qalan. Onları icra eləməyi, yoxlamaq istəyirəm ən azından şansımı. Bir dənə də kitab var, yazıb qutara bilmirəm. 50-60 səhifə yazmışam. Belə hər dəfə nəsə belə deyək, otururam yazıram. Yazmaqda bir enerji yox. Yəni yarışlar problemdir. Yarışa gedirəm, məsələn Azərbaycana gəlmişəm, hal-hazırda yarış üçün gəlmişdim. Əsas məqsəd indi. 15 gün, 20 gün çəkir, belə deyək. Gəldin 15 gün öyrəşməyin var, getməyin var, gəlməyin və s. Sonra bir də təzədən rutinə qayıtmaq. Bu məsələlər asan deyil. Ona görə biraz klassikaya fasilə Vasif bəy bir biznesmen kimi görəcəyik gələcək. Yəni ola bilər də, yəni şahmatda vəziyyət elədir ki, artıq həm belə deyim çətinliklər öz yerində, həm federasiyamla belə deyək, çətinliklər də üzərinə gəlir. Biraz da açığı bu nə qədər də çalışanda istərsəniz mənim sinir sistemlərimə də mənfi təsir elədi bu. Belə deyək ki, münaqişə. Yəni şahmatda oynama hiss edirəm ki, lövhədə sanki oyuna enerji yox, oyuna köklənə bilmirəm. Şahmatda da bir dənə diqqətin yayındı bir səhv elə getdi də. Xırda səhv gedir oyun. Ona görə biraz fasilə götürüb həm beynim açılsın, həm o biri sahələri yoxlayaq. Bəlkə yenə geri qayıtdıq. Məncə ümumiyyətlə uğur qazanmağın ən böyük sirri səbirdir. Yəni məsələn maksimalist olsan, deyərsən ki, mən davam edirəm. Yox. Uğurun ən əsas amili bəxtdir. Deyirsiniz. Təbii ki. Əminəm, demirəm, əminəm. Hə? Deyirəm ki, zövqlər tartışılmazdır. Ya bu yəni bu əminlik, bəxt, yəni bəxt məncə 1%-dir.
Yox, bir yox. 90%dir orada. 10% da işləməkdir, əziyyət çəkmək və çalışmaqdır. Siz şahmatın nəş taxta kimi. Ya mən çünki bu haqqda çox fikirləşmişəm həddindən artıq. Mən hazır şahmatçıyam, məntiqdə, yəni mən hər şeydə məntiq görürəm. Yəni məntiqi ardıcıllığın deyək ki, ardıcılığa inanıram oyunda ən azından. Amma həyatda baxırsan çox şeylər məntiqsizlik üzərinə qurulur. Məsələn, elə Azərbaycanda doğulmaq, yəni doğulmaq şahmatçı kimi yaxşı bir şeydir. Çünki Azərbaycanda şahmat mədəniyyəti var. Yəni bu insanın doğulmağı, məsələn gedib indi hansısa bir şahmatın olmadığı bir ölkədə də olsa, o adam şahmatçı olmaq imkanı yoxdur ümumiyyətlə. Tanrı yazdığı yazısı. Biri o Tanrı oradan yazır. Sonra bu uşaq indi doğuldu burada, tutaq ki. Onun valideynləri gəlir yaxşı olsun. Orada da bəxti gətirsin. Valideynlərdən sonra nə bilim, belə məscidə bəxti gətirsin və bu toplanır. Adamlar görmür. Adamların bu əslində Fooled by Randomness deyə bir kitab var. Nassim Talebdə. Ondan sonra mən bu haqqda dərindən də daha oxudum onun fikirlərini, özüm də fikirləşdim. Həqiqətən bu çox insan fooled nədir? Səfehlənmək, təsadüflər tərəfindən səfehlənən, axmaqlananlar kimi də. Yəni axmaq deməzdim insanlar, amma insanlar baxır taxşi kimi. Şəhriyar Məmmədiyarov deyir, Azərbaycanın ən güclü şahmatçısı, kasıblıqdan gəlib dünyanın ikincisinə qədər yüksəlmiş bir insan. Ona baxır deyir, bax, vəhşi kimi işlədi, nə bilim, nə gəldi, oldu. Amma bəzən də tənqid edirlər. Bəzi fikirlər. Ya o tənqid o başqa o mövzularda, başqa mövzularda tənqid edilə bilər. Amma şahmat mövzusunda yəni bu insan mümkünsüz deməzdim, amma ehtimalın az olduğu bir sahədə, yəni gəlib ora qədər qalxdı. Və burada Şəhriyardan soruşsan, Şəhriyar da belə deyək, o siyahıya daxildir, yəni ona bir ifadə tapmaq lazımdır. Çətinlikdən gəlmək. Ya fooled by random yəni belə təsadüfləri görmür. Çox adam təsadüfləri görmür. Görmədikləri üçün onun nə qədər əhəmiyyətli olduğunu dərk edə bilirlər. Sorğulaya bilmir. Burada niyə sual önəmli olur? Davam niyə? Niyə? Verişin adı niyədir bu arada. Laf yaxşı. Niyə görmürsən? Görmədiyi insan necə dəyərləndirsən? Bu problemdir. İnsanlar başa düşmür və hər şeyə də bir səbəb və nəticə. Bu insanların gördüyü bucaq. Səbəb nəsə olub ki, nəticə də olub. Amma görmürlər ki, o nəticəyə gedən yolda milyonlarla hər gün biz seçimlər edirik. O seçimlər, o kəpənək effekti mənim digər bir sevdiyim fenomendir. Kəpənək effekti təsiri axırda elə bir şey yaranır ki, trilyonda bir ola bilər. Gəlir, məsələn, həmin şəxsin. Mən orada bir sinəyə görə ona yanaşıram. Məncə sevgisi olan insan, yəni bir şeyi sevirsə, ona heç ki məncə ola bilməz. Biraz romantik. Romantik. Şeir yazın. Bir dənə bu mövzuda. Şeir yazmışam. Bu romantik. Prosto biraz yaxşı şeir deyil, nəsə. Başqa sonluqda deyəcəyiniz söz varsa. Məncə burada ən vacibi fokusu düzgün yerə yönəltməkdir. Çox insan ancaq belə deyək, özündən asılı olmayan işlərə çox köklənir, nə bilim. Sevmədiyi bir yerə gedir. Sevmədiyi bir yəni bəzi şeylər onun işinə mane olur və o maneələrə köklənir, daha çox köklənsin nəyi bacarır. Bu həm ona beyin rahatlığı gətirəcək ki, mən əlimdən gələni eləyirəm, nəticə nə olur olsun. Məncə bu önəmlidir ki, mən bunu biraz gec başa düşdüm ki, məncə çox gec deyil. Gec yəni şahmat karyerası baxımından ola bilər. Nisbi nəzəriyyəsi. Nisbidə yəni mənə görə gec ola bilər. Məsələn 60-70 yaşda amma təzə başlayan deyəcək, bu bəlkə o da məsləhətə əməl edin. Bir də ki, bəxtin önəmini kiçik görməsin heç kim. Bu insanlar səhv edir. Elə bilirlər ki, hər şey onların əlindən, özlərindən asılıdır. Bu yanlış təsəvvürdür və çox insanda belə xəyal qırıqlığına gətirib çıxardır. Çünki özü deyir ki, mən sevirəm, mən çalışıram. Sizin dediyiniz ona görə sizin sözünüzə orada dəstək verməm. Çalışıram, zəhmət çəkirəm. Bəs mən niyə qazanmıram? Çünki niyə hər şey belə olsaydı daha rahat olardı. Şahmat ona görə gözəldir ki, mənasız olardı. Mənasızı bilmirəm, amma daha çox məntiqli olardı. Yəni şahmat kimi. Amma həyat şahmat deyil. Amma yox, bir dənə status gətirmək istəyirəm. Bir məşhur şahmatçı Səfərov Karpov demişdi ki, şahmat həyatda, amma həyat şahmat deyil. Belə orada qutaraq istəyirsən. Sonluğu qəşəng. Mən də kitab məsləhət verəcəm. Stefan Zweig'ın
şah novellasını oxumağınızı bu podkastdan sonra məsləhət görürəm. Ümidvaram oxuyarlar. Çox maraqlı əsərdir.